Efendim bugün Hocalı katliamının yıl dönümü. Azerbaycan tarihinin en acı sayfalarından biri. 26 Şubat 1992'de yaşananlar hafızalardaki yerini hep koruyor. Ancak bugün o karanlık gecenin tanıkları artık sadece acıyı değil, gelecek için umut ve barış çağrısını da dile getiriyor. Hocalı, bir zamanlar sessizliğin ve acının adıydı. Bugünse yeniden kurulan hayatların, ayağa kalkmanın ve geleceğe bakmanın sembolü. 1992'de yaşanan trajedi yüzlerce aileyi yerinden etti. Hayatta kalanlar yıllarca başka şehirlerde yaşamak zorunda kaldı. Çocuklar büyüdü, yeni nesiller yetişti ama acı hatıralar hiç silinmedi. 1992-ci ildə bu hadisələrin canlı şahidiyəm. Bəli, mən o vaxtı polis əməkdaşı kimi işləyirdim. Xocalı aeroportunun qorunması, ərazinin qorunmasında müharibə veteranı kimi iştirak eləmişəm. 25-26-sına keçən gecə hadisə oldu. Hardasa saat 11-ə 15 dəqiqə qalmış hadisə oldu. Biz Kətiyin meşəsi deyilən yerdən ilk bizə hücum oradan və bizim kəndin Qala Dərəsi, kəndimizin adı Qala Dərəsi idi. Oradan çıxdıq, burada Qarqar çayı deyilən yer var. Oradan keçdik, bizim solumuzda, hal-hazırda otduğumuz solda Kətiyin deyilən meşə var. Orayla çıxdıq, pənah tutduq biz Ağdama. O gece Hocalı'dan sağ çıkan Cemşit amca yıllar sonra doğduğu topraklara yeniden adım attı. Acıyı unutmadığını söylüyor ama artık başka bir cümle kuruyor. Ermənistan tərəfindən bir dövlət olaraq bizə soyqırım törədilib, baxmayaraq ki, üstündən bir 33 ildə keçib, sonda biz öz sülh sevər bir xalq olaraq, dövlət olaraq biz öz əlimizi onlara uzadırıq ki, gəlin bugün barışıq edək. Hocalı'dan yükselen ses artık intikam değil, barış, istikrar ve huzur talepleri. Azerbaycanlılar artık bölgede yeni bir sayfa açılmasını istiyor. Savaşın, kanın ve gözyaşının değil, birlikte yaşamanın konuşulduğu bir gelecek talep ediyor. Bugünkü gündə biz əlimizi uzadırıq ki, gəlin barışaq, gəlin sülh eləyək, sülh olsun ki, xalqlar dolansın, iqtisadiyyat qursun. Onlar da əziyyət çəkir. Bəli, onlar da əziyyət çəkir. Ancaq ona baxmayaraq biz yenə də sülh əlimizi uzadırıq ki, gəlin barışağın. İstər Azərbaycan dövlətinə, istər Türk dövləti ilə hamımız bir xalqıq. Gəlin qonşuluq eləyəyin, yaşayağın bir yerdə. Bu müharibə heç kimə lazım deyil. Heç vaxtı müharibə heç nə yaxşı gətirmir. Hocalı'da hayat yeniden başlıyor. Yıkılan evlerin yerinde geleceğe yönelik umut yükseliyor. Yıllar sonra bu evlerde yeniden ocaklar yanıyor, tencereler kaynıyor, çay demleniyor. Bir zamanlar yarım kalan sofralar yeniden kuruluyor. Hocalı'da hayat kaldığı yerden devam ediyor. Bugünkü gündə, yəni Türkiyənin başçısı Erdoğana da bir insan olaraq, bir vətəndaş olaraq, Azərbaycan vətəndaşı öz dərin təşəkkürümü bilirəm. O insanın da Türk dövlətinin başçısı olaraq, o insanın da Azərbaycan xalqına çox böyük dəstəyi olub, köməyi olubdur, bir Türk dövlət başçısı kimi. Ona da mən öz adımdan, ailəm adımdan öz dərin təşəkkürümü bildirirəm. Şükür Allah ki, artıq elimizdə obamızdayıq. Bu günə şükür.